Salam, hörmətli izləyicilər. Çox təəssüf edirəm ki, ATV-nin bir xəbərini YouTube kanalında dinlədim. Belə ki, Ombudsman aparatının nümayəndələri gedib 6 sayı, 9 sayı uşaq evində xüsusi qayğıya ehtiyacı olan uşaqların monitorinqə aparıb yoxlayıb görüb ki, orada vaxtı keçmiş dərmanları verib. Mən Zaur Seyidzadə demək istəyirəm ki, hələ mən 2008-ci ildə valideyn himayəsindən məhrum olmuş uşaq gənclərin ictimai bilim sədri kimi 2020-ci ilə qədər mən valideyn himayəsindən məhrum olmuş uşaqlarla işləmişəm. İndi də həmin təşkilatın təsisçisiyəm, amma sədri başqadır. Yəni sözüm onda yox. Yəni ki, uşaq evlərində mən də monitorinq aparmışam. Yoxlama aparmışam o vaxtı ki, şəhərdə də, Bakı şəhərində də, regionlarda da, hörmətli izləyicilər. Lənkəran şəhərində də olmuşam. Mən demək istəyirəm ki, uşaqların belə vaxtı keçmiş dərmanın verilməsi səbəbkarı və baxımsız qalmağın, hətta psixoloq deyir ki, orada psixoloji, baxım uşaqlar düzgün olmayıb, onu da səbəbkarı demək istəyirəm ki, regionlarda icra hakimiyyəti, Maarif İdarəsinin müdürü və internet müdürüdür. Şəhərdə Təhsil Naziri və internet rəhbəri, eyni zamanda Təhsil şöbəsinin rəhbərləridir. Hörmətli izləyicilər. Hətta orada deyir ki, yemək də düzgün verilməyib. Yəni, vaxtı keçmiş yeməklər olub. Psixoloji yardım da düzgün göstərilmiş uşaqlara, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, yəni əlilliyi olan uşaqlar. Nə ki, olar, mən öz təcrübələrini deyim, heç normal uşaqların evlərlə bağlı, fəaliyyət yaxşı deyil. Bunda müxtəlif səbəblər var. Səbəblərin bir neçəsini demək istəyirəm, hörmətli izləyicilər. Səbəb ondan ibarətdir ki, məsələn, mən hələ öz təcrübəmi demək istəyirəm. Mən qeyri-hökumət təşkilatı, Dövlət Dəstəkləri Şurasının maliyyə dəstəyindən vəsait alırdım və həyata keçirirdim. Uşaq evlərinə getmək istəyirdim. Uşaq evlərinin rəhbərləri qoymurdu. Gərək xüsusi icazə Təhsil Nazirini aradım və yaxud rayonlarda icra hakimiyyətindən aradım. Mən şəxsən Lənkəran şəhərində özümə deyiblər ki, gedib icra hakimiyyətindən icazə al, sonra gəl. Gedib almışam. Maarif şöbəsindən də almışam, icra hakimiyyətindən də almışam. Ondan sonra gedib internetə baş çəkmişəm, uşaqları görmüşəm. Hörmətli izləyicilər. Mən hələ deyirdim ki, Mehriban xanım valideyn himayəsindən məhrum olmuş uşaq gənclər üçün ötü ki, mənə internet rəhbərləri gəlib tədbirdən çıxardı ki, yekunlaş danışma. Niyə? Niyə biz uşaqlara öz hüquqları haqqında məlumat vermir ki, dövlət nə işlə görüb? Bir absurddur. Birinci səbəb odur ki, hörmətli izləyicilər, ictimaiyyətin uşaq evlərinə geyinməsini qərara qoyublar. Görə bilmirlər. Yalnız dediyim kimi, Ombudsman aparatı, Təhsil Nazirinin nümayəndə, ictimai təşkilatlarda bizim kimi müxtəlif yolla icazə alaraq girirsək. Hətta mən belə deyək, ATV xəbərim əməkdaşım hazırladığı verişə baxdım. O da uşaq evlərinə daxil olması deyir. Əməkdaş qoymur, deyir, gedin müdürdən icazə al sonra. Hörmətli izləyicilər, hamısı bilirsiniz, qapalı müəssisə sözündən başlayır. Adın qoyma qapalı müəssisə. Niyə qapalı müəssisə olmalıdır axı? Bir absurddur o. Tam səmimi demək istəyən hörmətli izləyicilər. Heç həbsxanada cəza çəkmə məsələlərində dustaqların qohumlarla görüşmənin belə məhdudiyyət qoyulmayıb. Qohumlar istədiyi vaxtı həftəyə bir dəfə, 2 dəfə gedib görə bilər, 2 həftədən bir məsələn görə bilər və yaxud həftədə bir dəfə bu baxın saxlama rejiminə əlaqədar. Eyni zamanda 6 ayda bir dəfə uzun müddətli görüş ola bilər. Uzun müddətli deyənə 3 gün ərzində yaxın qohumlar, ər-arvad, evlatlar, valideynə gedib görə bilər. Yəni dustaqın yanında qala bilər. Amma bu uşaq evlərinə ictimaiyyətin girməsinə qərar qoyulur. Niyə? Hətta belə bir şey deyim, ayrı uşaq evlərinin, internet məktəblərini qoyan kənara. Ayrı normal məktəblərdə valideynə içəri baxmırlar. Gedirsə uşağı təhvil verirsə qapıdan. Niyə? Dustaqdır var. Nə olub? Nəyə lazımdır belə bir sistem? Deyirsə təhlükəsizlik təmin edirəm. O qədər nazirliklər, idarədə, lazımsız yerlərdə aparatlar qoyublar ki, girsə yoxlayırlar. Ondan qoyub məktəbə, onunla girsin, çıxsınlar. Valideynlər də, uşaqlar da. Uşaq evlərinə də. Sonra problem bilirsiniz nədə başlayır? Hörmətli izləyicilər. 18 yaşına qədər qapalı saxlayırlar.
18 yaşından sonra kapının açılır çık git. Bu adam cəmiyyət görməyib, ünsiyyət görməyib, pul görməyib. Bu barədə nə etsin? Siz deyin, hörmətli izləyicilər. Güvəzi büyüdüyün zəhmət olmasa. Nə etsin də? Sonra deyirlər ki, falan uşaq getdi kriminal qrupun qurbanı olur. Olacaq da, niyə ona şəraiti yaradırsın ki, orada getsin olsun? Bir absurddur. Açmaq lazımdır, şərait yaratmaq lazımdır. İctimai təşkilatda gedib monitoring keçirsin. Digər təşkilatda gedib monitoring keçirsin. Valideynlər gedib uşaqlarını görə bilsinlər. Hə, əziz valideynlər, başqa düşən, əgər bir valideyn var ki, imkanı yoxdur, aparıb uşağını qoyub internet məsələsi. Gedin dəyin, həftəyə bir dəfə, 2 həftədən biri gedin dəyin. Ki, uşaq görsün ki, gəlib dəyirsiniz. Orada, yəni rəhbərlik olsun. Əks halda qanunverici əsas 6 ay gedib dəyməsiniz, uşağı götürüb, yəni başqasına verərək evlatlığa. Bunu nəzərə alın, hörmətli izləyicilər. Özdə əz yazın verin ki, mənim uşağımı heç kimə verməyim. Nəzərə alın, hörmətli izləyicilər. Dediyim kimi, uşaqlarla işləmək lazımdır. Xüsusilə yuxarı sinif uşaqlarla, 9-cu, 8-ci sinif uşaq, 11, 10. Bu siniflərlə işləmək lazımdır ki, onlar çıxıb gediblər uşağı evlərinə. Bizimlə hara müraciət eləmək lazımdır, necə müraciət eləmək lazımdır. Gedib də küçədə ağacların dibində yatmasınlar. Bir absurddur. Siz özünüz fikirləşin, bir adamı qapalı vəziyyətdə saxlasın, sonra açıb baxsın, necə olar? Dəhşət. Hörmətli izləyicilər, mən onu qeyd etmək istəyirəm ki, bax, imkan daxili uşaq evinə verməyim. Mən şəxsən hüquqşünas Zaur Seyidzadə, istər əlvi olan şəxslər üçün, birinci növbədə əlvi olan şəxslərə həmişə nəzərə almışam, özüm əlvi olan şəxsən əli arabasındayım, ona görə istər digər uşaqlarla bağlı, valideyn xidmətində məhrum olmuş uşaqlarla bağlı və yaxud valideynlər olan uşaqlarla bağlı müxtəlif qanunvericiliyə bağlı videolar hazırlayıb bu kanalda qoymuşam. Baxa bilərsiniz. Yəni siz uşağa görə sosial yardımlar da ala bilərsiniz, digər yardımlar da ala bilərsiniz, müavinətlər də ala bilərsiniz. Öz hüquqlarınızı bilin. Dövlətdən pulları alın, hörmətli izləyicilər. Uşaqlarınızı aparıb qoymayın uşaq evinə. Mənim sizə demək istədiyim budur. Əgər yorum bilmişsinizsə, fərdi qaydada necə etmək lazımdır. Mənim telefon nömrəm videonun izahı yerində qeyd olunub. Eyni zamanda YouTube kanalı şart bölməsində istənilən videonun üzərində var. Hörmətli izləyicilər, əlaqə saxlayın. Uşaqların hüquqlarını bilin. Uşaq təşkilatları bununla məşğul olsun. Mən dediyim kimi 2020-ci ilə qədər valideyn himayəsində məhrum olan uşaq gəncə yardım ictimai birinci sadiq olmuşam. Məşğul olmuşam, amma indi təsisçiyəm. Tamamilə rəhbərliyi başqadır. Hörmətli izləyicilər. Amma belə başa düşən yenə də həmin problemlərin hər birinə kömək etməsi üçün müəyyən ictimai fəaliyyətə başlamalıyam. Çox təəssüf ki, görən problemlər həll olmur. Biz hamımız bir yerdə etməliyik, hörmətli izləyicilər. Dəstək olaq uşaqlara. Yazıqdır. Dediyim kimi, o uşaq evlərini qoyun kənara, internatları qoyun kənara. Adi məktəblərdə də belə problemlər var. Uşaqları içəri buraxandan sonra belediyədə valideynləri buraxmır. Niyə? Nəyə görə qapalı edirsiniz? Nəyə lazımdır? Həbsxanadır mı? Yox. Hörmətli izləyicilər. Bəyənin bu videonu, qoy hamı hüquqlarını bilsin. Eyni zamanda dəstək üçün YouTube kanalına abunə olun. Diqqətinizə görə sağ olun. Sağ olun.